Sabahınız xeyir olsun. 18 fevral 2026-cı il tarixi Şaban ayının 30-cu günü, Şaban ayının sonuncu həftəsinin sonuncu günü olan 3-cü çərşənbə günüdür. Hər birimizə bu gündə uğurlar, bol ruzi, bərəkət arzulayıram. İşləri ilə məşğul olanlara, istər evdə, istər iş yerlərində hər birinə iş avantlığı arzulayıram. Bununla yanaşı 18 fevral günündə təhsili ilə məşğul olan məktəblilərə, orta ixtisas tələbələrinə, ali məktəb tələbələrinə zehin açıqlığı, iş avantlığı arzulayıram. Qarşılarına qoyduqları məqsədə çatmalarını arzulayıram. Bununla yanaşı həm ölkəmiz üçün, yəni Azərbaycan Respublikası üçün, həm də bütün dünya üçün faydalı bir kadr olaraq yetişmələrini arzulayıram. 18 fevral günündə kimlərin rəhmətə gedənləri var, Allahdan rəhmət diləyirəm. 18 fevral günündə kimlərin xəstələri var, Allahdan şəfa diləyirəm. Bütün qazilərimizə can sağlığı, Allahdan şəfa diləyirəm. 18 fevral günündə kimlərin ad günü, şad günü, xoş günləridir. Onları təbrik edirəm. Onlara birinci növbədə can sağlığı, xoşbəxtliyi arzulayıram. 18 fevral günündə həm də artıq axşam niyyətlənirik. İnşallah ki, 11 ayın sultanı Ramazan ayı gəlir və niyyətimiz xoş olsun, qəbula keçsin deyirəm. Bununla yanaşı 18 fevralda da tarixi günlər vardır. 18 fevral 1451-ci ildə Fatih Sultan Məhmədin ikinci dəfə taxta çıxdığı gündür. 18 fevral 1855-ci ildə isə 2-ci Aleksandr Rusiya imperiyasının imperatoru olduğu gündür. 18 fevral 1952-ci ildə Türkiyə ilə Yunanistanın NATO üzvlüyünə qəbul olunduqları, eləcə də demək Kipr və Egey dənizi mövzusunda aralarında mübahisə olan iki dövlətin eyni vaxtda alyansa qəbulu demək NATO'nun prinsipial mövqeyi idi. 18 fevral 1965-ci ildə isə deməli Böyük Britaniyanın Afrikadakı müstəmləkəsi olan Qambiyanın müstəqilliyini elan etdiyi gündür. 18 fevral 1990-cı ildə erməni terrorçularının Yevlax-Laçın yolunun 105 kilometrliyində Şuşa-Bakı marşrutu ilə hərəkət edən avtobusu partlatması nəticəsində çox sayda insanın həlak olduğu gündür. Allah rəhmət eləsin, hər birinə bildirirəm və bununla yanaşı demək 18 fevral bununla yanaşı 2004-cü ildə İranda kimyəvi maddələr daşıyan qatarın partlaması nəticəsində 5 kəndin dağıldığı, eləcə də 320 nəfərdən çox insanın həlak olduğu gündür. 18 fevral isə bir də 2009-cu il Bakı İslam Mədəniyyətinin paytaxtı 2009 tədbirinin təntənəli açılışı olduğu gündür. Dinlədiyiniz üçün təşəkkür edirəm.